xeyir, hər 24-də xəbərləri izləyirsiniz studiyada. Vəfa təyyar qızıdır, indi isə Daya Traflıb. Bugün Donald Trump'ın kəşfiyyat icmasının nümayəndələri ilə Ağ Evdə qapalı brifingi planlaşdırılır. Məlumatlara görə Ağ Ev liderinin iş qrafikinə əsasən media üçün qapalı iclas keçiriləcək və görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu tədbir Amerika Birləşmiş Ştatlarının İrana qarşı yeni hərbi əməliyyatlar hazırlaması ehtimalı ilə bağlı geniş yayılmış media xəbərləri fonunda elan edilib. Bəs danışıqlarda nələr gözlənilir? Ekspertlərin bu istiqamətdə şərhləri var, izləyək. Amerika Birləşmiş Ştatlarında diqqətlər yenidən yaxın şərqə yönəlib. Donald Trump bugün Ağ Evdə kəşfiyyat icmasının nümayəndələri ilə qapalı brifinq keçirəcək. Rəsmi qrafika əsasən media üçün qapalı olacaq. Görüş yerli vaxtla saat 13:00-da, Bakı vaxtı ilə isə axşam saat 9:00-da başlayacaq. Görüşün vaxtı və məzmunu təsadüfi seçilməyib. Bu brifinq Birləşmiş Ştatların İrana qarşı mümkün hərbi addımlar atacağına dair iddiaların artdığı bir dövrə təsadüf edir. Son günlər Qərb mediasında yayılan məlumatlar Vaşinqtonun regionda hərbi ssenariləri yenidən aktiv müzakirəyə çıxardığını göstərir. Xüsusilə Axios nəşri ABŞ silahlı qüvvələrinin yaxın şərqdəki əsas əməliyyat strukturu olan mərkəzi komandanlığından İran hədəflərinə qarşı qısa və güclü zərbələr planının hazırlandığını yazıb. Məlumata görə bu planın əsas məqsədi Tehrana təzyiqi artırmaq və dalana dirənmiş nüvə danışıqlarında üstünlük əldə etməkdir. Ekspertlər deyirlər ki, baş tutacaq danışıqlarda əsas mövzulardan biri hər zamanki kimi Hörmüz boğazı olacaq. ABŞ-in kəşfiyyat rəsmiləri ilə hökumət üzvləri arasında bugün keçiriləcək görüşdə böyük ehtimalla Hörmüz boğazına tətbiq olunan mühasirənin davam etdirilməsinin yolları müzakirə olunacaq. Çünki İrana qarşı mübarizədə ən təsirli silahın bu olduğu qənaətinə gəlinibdir o Trump hakimiyyəti tərəfindən və bu hakimiyyət sadəcə sərt embargolarla İranı təslim edə biləcəyinə inanır. Üstəlik Hörmüz boğazının uzun müddətli bağlanması ABŞ və müttəfiqlərinə çoxdan arzuladıkları yeni ticarət yollarını işə salmağa kömək edə bilər. Digər tərəfdən Bloomberg agentliyi daha diqqət çəkən detalı açıqlayıb. Bildirilir ki, ABŞ mərkəzi komandanlığının yaxın şərq regionuna Dark Eagle hipersəs raket sisteminin yerləşdirilməsini təklif edib. Bu sistem səs sürətindən dəfələrlə yüksək sürətlə hərəkət edir və mövcud hava hücumundan müdafiə sistemlərini aşmaq qabiliyyətinə malikdir. Əgər bu qərar təsdiqlənsə, bu Amerika Birləşmiş Ştatlarının hipersəs silahlarından ilk dəfə real döyüş şəraitində istifadə etməsi anlamına gələcək ki, bu da müasir hərbi texnologiyalar baxımından yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Analitiklər hesab edirlər ki, Vaşinqtonun belə bir addımı təkcə İrana deyil, eyni zamanda regiondakı digər güclərə də mesaj xarakteri daşıyır. Bununla Birləşmiş Ştatlar həm hərbi üstünlüyünü nümayiş etdirmək, həm də strateji çəkindirmə siyasətini gücləndirmək niyyətindədir. Həmçinin görüşdə digər vacib məsələlərin də müzakirə olunacağı istisna olunmur. Amerika Birləşik Devletlərində yapılması planlanan istihbarat toplantısında ana gündem maddesinin İran savaşının ne olacağı olduğu muhakkaktır. Ancak savaşa karar verme ya da vermeme konusundan önce İran'ın askeri kapasitesinin hangi aşamaya geldiği, İran'ın nükleer çalışmalarının halen devam edip etmediği, İran'ın ateşkese nasıl razı edilebilirliği konusunun konuşulacağı muhakkaktır. Nəticədə bu danışıqlar və mümkün hərbi əməliyyat ssenariləri regionda gərginliyi daha da artırmaq riskini hələ də daşıyır. Çünki analitiklər deyirlər ki, İran dəfələrlə bəyan edib ki, hər hansı hücuma asimetrik və sərt cavab veriləcək. Bu isə qarşıdurmanın lokal çərçivədən çıxaraq daha geniş miqyaslı böhrana çevrilməsi ehtimalını artırır.